Salam uşaqlar. Daha bir sual. Əvvəlki illərin blok imtahana düşmüş sualın eynisi bax bizim qayda kitabımızda. Qayda kitabımızda uşaqlar bax blok imtahanlara və buraxılış imtahanlara düşmüş sualların eynisi, oxşar tipləri bizim bu qayda kitabımızda izah verilmişdir. Bu sualın da eynisi, yəni oxşarı bax bu kitabda izahını vermişik. Sualın həlli və izahı burada göstərilmişdir. Bax bu sualın eynisi bizim qayda kitabımızda göstərilmişdir. Kitabı əldə etmək istəyən şagirdlər ekranda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. İndi isə sualın izahına keçək. Deməli, sualın şərti belədir ki, deyir ki, ABCD kvadratın B təpəsindən BK perpendikuları qaldırılmışdır. Kvadratın tərəfi 5 cm və KCD üçbucağın sahəsi 32,5 kvadrat santimetr olarsa, deyir, BK-nı tapın. Deməli, kvadratın tərəfi bizə verilib 5. Biz burada bilirik ki, kvadratın bütün bucaqları nədir? 90 dərəcə. Və biz bu bucağın da 90 dərəcə bərabər olduğunu deyə bilirik. Nəyə əsasən? 3 perpendikular teoreminə əsasən. Bax, deyə bilirik ki, bax, bu bucaq da 90 dərəcədir. Bax, SK maildir. BC, SK mailin proyeksiyasıdır. Mailin proyeksiyasına perpendikular olan, buradan bir CD düz xətti keçir. Biz 3 perpendikular teoremindən bilirik ki, mailin proyeksiyasına perpendikular olan düz xətt elə mailin özünə də nədir? Perpendikulardır. Ona görə də bax, bu bucaq nəyə bərabər olur? 90 dərəcəyə bərabər olur. Bu üçbucağın sahəsi bizə verib 32,5 və biz bilirik ki, kvadratın tərəfi nə qədərdir? 5-dir. Düzbucaqlı üçbucaqdır. Sahəsi olacaq 2-də 1 vurulsun, 5 vurulsun, SK bərabərdir 32,5-ə. Buradan 2-yə vursaq, SK da bərabər olacaqdır. 65 bölünsün 5, elədi neçə? 13. SK-nı tapdıq neçə? 13. Bizdən nəyi soruşur uşaqlar? BK-nı. Biz bilirik ki, kvadratın tərəfi nədir? 5 cm. Yəni BC də nəyə bərabərdir? Belə 5 cm. O zaman üçbucaq BKC-dən Pifagor teoremini istifadə eləsək, BK bərabər olacaqdır. BK bərabərdir kök altında SK-nın kvadratı, yəni 13-ün kvadratı çıx, BC-nin kvadratı 5-in kvadratı. Bu da bərabər olacaqdır necə? 12 cm.